Çox aktiv insansan, bir saniyəni də boşuna keçirmirsən. Maşınla harasa gedəndə videolar izləyirsən, növbə gözləyəndə sosial şəbəkələrə baxırsan. Amma gəlin görək, bu yaxşı bir şeydir. Harvard Universitetinin araşdırmaları göstərir ki, əksər insanlar bekar durmaqdansa hətta özlərinə zərərli işlər görməyi üstün tuturlar. Əslində isə bəzən heç bir iş görməmək nəinki pis deyil, hətta çox faydalıdır. Biz beynimizi kənar məsələlərlə məşğul etməyəndə onda DMN sistemi aktivləşir. Pəncərədən bayıra baxanda da çox vaxtı bu sistem aktiv olur. Bu zaman fikir və xəyallar avtomatik şəkildə gəlir. Beynimizdə suallar yaranır. Mən kiməm? Gələcəyimin necə olmasını istəyirəm? Məqsədlərimə çatmaq üçün nələr edə bilərəm? Müasir dünyada stres, depressiya və puçluq hissinin bu qədər yayılmasının bir səbəbi də budur. Biz DMN sisteminə imkan vermirik ki, düşünsün, bizə sual versin, yeni ideyalar versin. Bir saniyə bekar olan kimi tez telefonumuzu çıxarırıq. Biraz bekar qala bilsək, beynimizə elə ideyalar gələ bilər ki, bütün həyatımızı müsbətə doğru dəyişdirər.